orada saatlarla insanlar tıxaclarda əziyyət çəkir. Biz burada yeni damarlar açırıq, yeni yollar açırıq. Amma hansısa yaramaz bir məmur pul naminə gedir o yeri satır, orada da bina tikirlər, qanunsuz. Sonra da binanın indi söküntüsünə də dövlət böyük vəsait verməlidir, kompensasiya verməlidir ki, o qanunsuz tikən oradan çıxsın ki, burada yol açılsın. Ona görə çox ciddi tapşırıq verirəm, dövlət orqanları nəticə çıxarsınlar. Böyük sosial bəlanın kökü Azərbaycanda kəsilməlidir. Bunu etmək üçün də imkanlar var. Həm güclü siyasi iradə var, həm indi bizim institusional mexanizmlərimiz var və ən önəmlisi kadr islahatı aparılır və aparılacaq. Və hansı dövlət məmurları bu kriteriyalara uyğun gəlməyəcəklərsə, onlar işdən çıxarılacaqlar. Və bunu bütün dövlət məmurları bilsinlər